Son araşdırmalara görə hər 10 uşaqdan təxminən 7-si omega 3 çatışmazlığı ilə böyüyür. Dünya üzrə aparılan araşdırmalar göstərir ki, insanların təxminən 76%-i omega 3-ü tövsiyə olunan səviyyədə almır. Uşaqlarda isə vəziyyət daha bərbaddır. Məsələn, ABŞ-da aparılan geniş tədqiqatlarda məlum olub ki, uşaqların 95%-i qida ilə kifayət qədər EPA və DHA almır. Yəni omega 3-də olanlar. Yəni demək olar ki, uşaqların əksəriyyətinin beynində lazımı qədər balıq yağı yoxdur. Bunun səbəbi nədir? Çox sadə. Müasir uşaqlar balıq yemirlər. Onların süfrəsində nə var? Fast food, şirniyyat, yarım fabrikat. Amma yağlı balıq demək olar ki, yoxdur, olsa da azdır. Halbuki omega 3 əsasən salmon, skumverya, tuna kimi dəniz balıqlarında olur. Qoz, kətan, toxumu kimi bitkilərdə də var, amma balıq yağı qədər təsiri güclü deyil. Omega 3 təkcə bir vitamin deyil. Bu beynin əsas qidasıdır. Onun çatışmazlığı uşaqlarda diqqət dağınıqlığına, yaddaş zəifliyinə, tez xəstələnməyə, dərinin qurunmasına, hətta əhvalın tez-tez dəyişməsinə səbəb olur. Araşdırmalar göstərir ki, omega 3 qəbul edən uşaqlarda diqqət və davranışların göstəriciləri nəzərə çarpacaq dərəcədə yaxşılaşır. Eyni zamanda D vitamini də köməkçi rol oynayır. Tədqiqatlar göstərir ki, D vitamini az olan uşaqlarda diqqət problemləri daha çox görünür. Amma mütəxəssislər açıq şəkildə deyirlər ki, əsas məsələ yenə də balıq yağıdır. Çünki beyin onsuz normal işləyə bilmir. İdeal variant odur ki, uşağa həftədə 2-3 dəfə dəniz balığı verəsiniz. Amma reallıqda bu çox vaxt mümkün olmur. Elə buna görə də valideynlər üçün ən praktik yol keyfiyyətli balıq yağı dəstəyidir. Mən sizə əlavə dəstək üçün Easy Fish Oil-i tövsiyə eləyə bilərəm. Bu məhsulun əsas üstünlüyü ondan ibarətdir ki, tərkibi yüksək keyfiyyətli omega 3 balıq yağı üzərində qurulub, çeynənilən jelatin formasındadır dostlar. Baxın, bax bu şəkildədir. Meyvə dadlıdır. Uşaqlarınız rahatlıqla bunu bir konfet kimi, bir şokolad kimi çeynəyib yeyə biləcəklər. Norveç istehsalıdır. Keyfiyyətindən əmin ola bilərsiniz. Üstəlik dünyada balıq yağı olaraq ən çox satılan qida əlavələrindən biridir. Əksər apteklərdə və bir market tətbiqindən əldə etmək mümkündür.